Salam, siyasi baxış verilişi efirdədir. Bugünkü qonağımız siyasi ekspert, hörmətli mübariz Görüşlüdür. Mübariz, xoş gördük. Xoş gördük, hər vaxtınız xeyir olsun. Bilirsiniz ki, son günlərdə Rusiyadan Azərbaycana qarşı çox ciddi təzyiqlər olur. Bilirsiniz, Yekaterinburqda Azərbaycan miqrantlara qarşı həyata keçirilən bu şovinist yanaşma və iki Azərbaycanlının orada hüquq mühafizə orqanları tərəfindən öldürülməsi təbii ki, bu Rusiyanın Azərbaycana açıq təzyiqinin göstəricisidir. Rusiya Azərbaycana nə istəyir? Təşəkkür edirəm. Mən də bir daha salamlayıram tamaşaçılarımızı və vəfat edən soydaşlarımıza, ailəsinə, yaxınlarına, xalqımıza başsağlığı verirəm. Allah rəhmət eləsin deyirəm. Ağır bir məsələdir, ağır bir xəbərdir və ağır olması ilə də yanaşı bütün millətimizi, cəmiyyətimizi, dövlətimizi bir araya gətirə bilən, birləşdirə bilən bir xəbər oldu və dövlət olaraq, cəmiyyət olaraq biz birləşdik bu məsələdə. Və çox təəssüf edirəm ki, Rusiyada növbəti dəfə, Rusiyanın hüquq mühafizə orqanlarının növbəti dəfə biz açıq demək lazımdır, cinayətkar adlandıra biləcəyimiz bir əməli ilə qarşı-qarşıyayıq. Yəni, heç bir soru-sual olmadan, məhkəmə qərarı olmadan, belə deyək də, xüsusi bir səbəb əvvəlcədən göstərilmədən, izah edilmədən belə bir zorakı hal baş verir, ölüm hadisəsi baş verir və bütün bunlardan sonra belə bir açıqlama verirlər ki, elə bir hadisə olmayıbdır, güya ürək tutma olub və yaxud başqa bir məsələ olubdur. Burada Rusiya tərəfinin onun hüquq mühafizə orqanlarının aşırı zorakılıq və güc tətbiq etmək məsələləri olub. Çox təəssüf edirəm. Hesab edirəm ki, Rusiyanın Azərbaycandan və Cənubi Qafqazdan istəyi və gözləntisi var. Təbii ki, dövlətin gözləntisi və istəyi nə ola bilər? Onun maraqları. Yəni, amma yanıldığı bir tərəf var. Rusiyanın maraqlarının gözləntisini, istəyini, tələbini bu şəkildə Azərbaycana təqdim etmək dırnaqarası qəbul etdirmək mümkün deyil. Azərbaycan, mən dünən də Azərbaycan televiziyalarına müsahibəmdə qeyd elədim. Azərbaycan Afrikanın banan ölkəsi deyil. Azərbaycan Rusiyanın forpostu Ermənistan da deyil. Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsidir. Azərbaycan regionda və dünyada qlobal problemlərin həllində aktiv şəkildə iştirak edən bir dövlətdir və ən əsası Azərbaycan Rusiyanın dünyada tək-tük barmaqla sayıla biləcək müttəfiqlərindən, etibarlı qonşu dövlətlərindən biri idi. Amma indi sizcə Moskva bəyannaməsi, məsələn, müttəfiqlik haqqında bəyannamə imzalamışdı. Artıq biz o bəyannamələ parlamentə ratifikasiya etməliyik mi? Yoxsa yox. Artıq bundan sonra biz Rusiya ilə müttəfiqlik əlaqələrini qurmaq istiqamətində addımlar atmalıyıq, yoxsa yox? Maraqlı sual verirsiniz. Səhv etmirəmsə, məşhur Çeçen liderlərindən birinin ifadəsidir. Allah ona rəhmət eləsin. Dudayevin ifadəsi olmalıdır ki, Ruslarla imzalanan müqavilə su üzərinə yazılmış bir sənəd kimidir. Və nə qədər uzaq görən bir fikir olduğu da bu günlərdə təsdiq olunur. İndi sual yaranır. Yəni, bu hadisələrdən sonra, indi məlumat açıqlandı daha sonra ki, Voronejdə də Azərbaycanlara qarşı baskılar var. Bizim təyyarəmizi bu şəkildə onlar Rusiya tərəfi atəşə tutmuşdu, vurmuşdu bizim təyyarəni. Bütün bu hadisələrdən sonra müttəfiqlik münasibətlərini saxlamaq nə dərəcədə mümkün görünür? Yəni, biz daha nələr etməliyik ki, Rusiya tərəfi onun müttəfiqi olduğumuzu və bərabər hüquqlu müttəfiqi olduğumuzu qəbul etməlidir. Təyyarəmizi vurdular, üzr istəmədilər, kompensasiya ödəmədilər və hazırda da indiki mərhələdə kifayət qədər bizə təzyiq edilir və qeyd edilir ki, müxtəlif mənbələrdən Rusiya İrana 55 milyard kubmetr qaz ötürmək istəyir və Azərbaycandan da tələb edir ki, həmin boru kəməri sən öz hesabına çək. Belə bir təzyiqlər olur. Sizcə belə bir versiya düzgündürmü, belə bir məsələ?
Müxtəlif versiyalar var. Aha. İndi bu qazla bağlı versiya var və yaxud da ki, Rusiyanın Cənubi Qafqaza, Ukraynada gömüv məsələləri bitirir, Cənubi Qafqaza qayıdır və əvvəlki o imtiyazlar, əvvəlki şəkildə ağayana davranışlar və s. Azərbaycandan müxtəlif bu istiqamətdə tələblər irəli sürmək və s. və digər kimi məsələlər var. Məsələnin tam mahiyyəti ortada olmasa da, bəlli olan budur ki, Rusiyanın Cənubi Qafqazdan və Azərbaycandan istəyi var. Əlbəttə, hər bir dövlətin digər dövlətdən gözləntisi və istəyi ola bilər və bunları sən mehriban qonşuluq, qarşılıqlı anlaşma, o stol arxasında müzakirələr nəticəsində verilən qərarlarla əldə edə bilərsən, təmin edə bilərsən. Zaten Azərbaycan da belə bir dövlətdir. Azərbaycan hər zaman Rusiya ilə və digər qonşuları ilə münasibətlərdə müttəfiqlik, qonşuluq, dostluq münasibətlərində sadiq olubdur. Nə qədər ki, biz qarşılığını Rusiyadan görməsək də belə 30 ilə yaxın müddət ərzində və ən böyük problem də Rusiyanın Ermənistan vasitəsilə Qarabağı işğalda saxlamasına dəstək verməsi məsələsi olub ki, bu bizim üçün ən ağrılı problemlərdən biridir. Bütün bunlara rəğmən biz Rusiyaya qarşı anti-ovqatda olmamışıq və hər hansısa bir qonşuluq münasibətlərinə xələl gətirən davranışlar göstərmir. Sizcə, bundan sonra Rusiya yenidən bizim miqrantlara qarşı, soydaşlarımıza qarşı repressiyanı daha da inkişaf etdirə bilərmi? Oradakı Azərbaycanlıları məsələn deportasiya eləsin müxtəlif yollara. Bu mümkündürmü və bizim bu cavab attığımız Rus məktəblərinin bağlanmasına gətirib çıxaracaqmı? Artıq ehtiyac varmı Rus məktəblərinin Azərbaycanda, Rus sektoruna? Ümumiyyətlə, mən hesab edirəm ki, Rus məktəblərinə, Rus mədəniyyətinə, Rus dilini və bütün bunları arxasından gələn Rusiya şovinizmi və imperializmin yayılmasına səbəb olan hər bir məsələni ləğv etməlidir. Yəni, bu hadisələr olsa da, olmasa da, yəni, hesab edirəm ki, Rus dilli məktəblərə, xüsusən dövlət məktəblərimizə, dövlət büdcəsindən maliyyələşən məktəblərimizə olmasına gərək yox. Əlbəttə, bu sonucu ilə bağlı qərarlara bizim aidiyyəti qurumlarımız verəcək. Mən bir vətəndaş olaraq siyasi mövzularda müxtəlif şəkildə şərh verməyə çalışan bir şəxs olaraq qeyd edirəm ki, yəni mən buna ehtiyac görmürəm. O ki, qaldı bizim soydaşlarımıza çox təəssüf edirəm ki, yəni Rusiya bizim soydaşlarımıza qarşı istəyir Rusiya vətəndaşı olsun, istəyir Azərbaycan vətəndaşı, qeyri-ölkə vətəndaşı olsun, davranışları çox zorakı və kobud davranışlar biz müşahidə edirik. Təəssüf ki, bu hadisələrdən onlar zərər və ziyan görürlər. Amma onlar zərər görməsin deyə də biz illərlə bu məsələləri qoruyub saxlamışıq, güzəştlər eləmişik və sual yaranır, hara qədər? Bu məsələ oldu, xalqı da, müxtəlif ictimai-siyasi camin də düşündürür məsələ oldu. Rusiyanın da onlar üzərindən təzyiqlər həyata keçirməsi yalnız düzdür, yəni bizim soydaşlarımıza ziyan olan məsələ deyil, həm də Rusiyaya ziyan olan məsələ. Və onsuz da Rusiyanın hansı bir dövlət olduğunu hər kəs bilir, amma növbəti dəfə iç yüzü açılmış olur ki, Rusiya iqtisadiyyatına, Rusiyanın biznes mühitinə, Rusiyanın hər bir halda dövlətinin inkişafına fayda verən miqrantlara, Azərbaycanlara qarşı bu cür kobud davranışlar elə Rusiya dövlətinin özünün də əleyhinə olan bir məsələdir. O ki, qaldı bizə ziyanlı olması, bizə Rusiya qədər ziyanlı olacaq bir məsələ yoxdur bunlar. Aydındır. Sizcə bu baş verənlər bir daha bizim cəmiyyəti ayıdacaqmı və bu birliyə gətirəcəkmi? Bu sizcə, mən düşünürəm ki, elə bu proses baş verməsi bir növ Azərbaycan xalqına aiddir və Rusiyanın necə bir dövlət sisteminə malik olduğunu da göstərdi. Yəni biz artıq öz siyasətimizi həm milli baxımdan, həmçinin Avro inteqrasiyası baxımdan, həmçinin Türk birliyi baxımdan biz həyata keçirməliyik. Sizcə bu istiqamətdə belə bir siyasətin aparılması mümkün ola bilərmi? Artıq biz Rusiya ilə müəyyən artıq məsələlərdə məsafə saxlamalıyıq. Təbii, yəni baş verən hər bir hadisə bunun müsbət nəticələri də olur. Əlbəttə, yəni yalnız mənfi məqamlardan ibarət deyil. Necə ki biz 2-ci Qarabağ müharibəsi baş verməsi və ondan sonraki hadisələr milli məsələlərə, Türkiyə və Türk dünyası ilə bağlı məsələlərin tanıdılmasına daha geniş yer və rol açdı.
və Azərbaycan dövləti Türk dünyasının birliyi məsələsində daha da irəli gedən çalışmalar Şəhidlər həyata verdi. keçirməyə Lakin bu iki bizim soydaşımızın da Rusiya-Azərbaycan münasibətlərində 2 nəfər şəhid verməklə artıq xalq ayılmalıdır ki, Təbii, ola bilər, yəni bunun da təsir effekti. Təyyarə ilə başlayan bu hadisələr, bizim təyyarəmizin vurulması ilə başlayan o faciəvi hadisələrdən sonra bu hadisələrin baş verməsi, düşünürəm ki, millətimizin, dövlətimizin Rusiyanın müstəmləkə davranışlarına və Rusiya müstəmləkə təfəkkürünə aparıb çıxaran məsələlərə etiraz etməsinə, yox deməsinə və onu siyahıdan silməsinə gətirib çıxara bilər. Aydındır. Bilirsiniz, bəy, Rusiya həmçinin Ermənistan və Azərbaycan arasında da sülh prosesinə mane olmağa çalışır və çalışır ki, sülh müqaviləsi ya hər hansı bir müqavilə Moskvanın diktəsi ilə həyata keçirilməlidir. Artıq bu bıçaq da onun əlindən çıxıb, belə bir aqressivləşib. Sizcə Rusiya məhz Türkiyənin regiona daha da çevik daxil olmasına, Ermənistanla Azərbaycan arasında proseslərdə aktiv rol oynamasına nə vaxtda belə müəyyən necə reaksiya verəcək? Daha da kəskin bir mövqe ortaya qoya bilərmi? Ola bilər, əlbəttə. Yəni Cənubi Qafqaz elə bir strateji bir yerdir ki, buradan nə Rusiya, nə İran, nə bir başqası əl çəkmək istəməz. Amma bu istəklərlə də həll olan məsələ deyil və nə Cənubi Qafqaz və Azərbaycan 30 il əvvəlkidir, nə də Rusiya və Türkiyə 30 il əvvəlki dövlətlərdir. Yəni bu 30 illik zaman Azərbaycanın, Türkiyənin və Azərbaycan-Türkiyə birliyinin liderlik etdiyi Türk dünyasının xeyrinə dəyişən bir məqam olubdur, mərhələ olubdur. Ona görə də Rusiyanın bu məsələləri ciddiyə alması lazımdır. Azərbaycan bir daha deyirəm ki, Rusiya üçün Afrikanın banan ölkəsi deyil və Türkiyədə kifayət qədər regionda, dünyada nüfuz və güc sahibi olan bir dövlətdir və Ərdoğanın da necə bir lider olduğunu da Putin də və dünya liderləri də yaxşı tanıyırlar, bilirlər və hörmət edirlər. Hesab edirəm ki, Türkiyənin Azərbaycanda və Cənubi Qafqaz regionunda mövcudluğu sabirlik və stabillik deməkdir və nə qədər qəbul edilməz və maraqlı olsa deyim ki, elə hətta Rusiyanın özünün də faydasına olan bir məsələdir. Baxın, bəy, Rusiyadan Azərbaycan təzyiqlər artır və artıq bu geri dönməz bir prosesə gətirib çıxarır. Sizcə, artıq Azərbaycan öz təhlükəsini təmin etmək üçün Türkiyə hərbi bazasına Azərbaycanda ehtiyac varmı? Çünki həqiqətən də təhlükəsizlik riskləri daha da aktuallaşır, həm cənubda, həmçinin şimalda. Mən buna zərurət görmürəm açıq. Türkiyədə daxil hər hansı bir ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi zərurətini mən ehtiyac görmürəm açığı. Amma buna rəğmən, bunun qarşılığında Türk Dövlətləri Təşkilatının nəzdindəmi, rəhbərliyi ilənmi deyək ki, bir hərbi birlik formatının qurulması mümkün ola bilər. Bu daha düşünürəm ki, məqsədə uyğun bir format olar. Və Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr qarşılıqlı olaraq bir-birlərinin təhlükəsizliyinə hər hansı bir təhdid yaranarsa, bu indi məxsusi Rusiyaya qarşı deyil də, yəni ümumən təhlükəsizliyimizi təhdid edən hər hansı bir təhlükəyə qarşı birləşmək anlamında belə bir Türk hərbi birliyi çətirinin formalaşdırılması daha məqsədə uyğun olar. Nəinki hər hansı bir xarici ölkənin, hətta o bizim qardaş Türkiyə dövləti olsa da belə, onun hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi zərurətdir. Çünki Türkiyə həm də NATO üzvüdür. Türkiyə hərbi bazalarının olması həm də NATO'nun burada mövcudluğu deməkdir. Və biz sonuncu İsrail-İran gərginliyində İranın ərəb ölkələrdəki Amerika hərbi bazalarını necə vurduğunun da şahidi olduq. Biz Azərbaycan siyasi rəhbərliyi, Cənab İlham Əliyevin rəhbərliyi altında çox ağıllı bir siyasət yürüdür ki, biz heç kimsənin platformuna çevrilmirik. Hətta İrandan indi iddialar var ki, güya İsrail təyyarələri buradan dronları. Mən bunları dezinformasiya, şantaj hesab edirəm və ciddi qəbul etmirəm. Və biz bu xətti davam etdirməliyik. Biz heç bir ölkənin hərbi bazasının burada mövcudluğuna gərək yoxdur. Əvəzində dediyim kimi, Türk Dövlətləri Təşkilatının bütün dünyada qəbul edildiyi kimi beynəlxalq hüququn tərkib hissəsi olan Türk Dövlətləri ona gələcəkmi Türk dövlətləri? Getməsi lazımdır. Çünki bizim hamımızı bir təhdid ünsürləri var dünyada.
İndi Rusiyadırmı, Çindimi, Amerikadırmı, bir başqasıdırmı, bunları detallı müzakirə etmək olar. Amma təhdid ünsürü var. Və düşünürəm ki, güc birlikdədir. Hətta təhdid ünsürü olmasa da belə, biz bir hərbi güc formalaşdırıb, bizə qonşu regionlardakı münaqişələrin həllində aktiv siyasi hərbi çalışmalar da həyata keçirə bilərik. Aydındır. Çox sağ olun Mübariz bəy. Təşəkkür edirik. Hörmətli tamaşaçılar, siyasi baxış verilişinə baxdınız. Çox sağ olun.